Axşamınız xeyir uşaqlar. Mən öz tələbələrimə də, öz yol yoldaşlarıma da uşaqlar deyə müraciət eləyirəm. Bu, həm əzizləmə mənasındadır, həm də ilkimizə, işığımıza işarədir. Ona görə vebinarın gedişatında uşaqlar deyə müraciət eləyəcəm. Bunu kiçiltmək mənasında başa düşməyin. Hamımızın içində o saflığa, uşaqlığa və işıqlığa çağırışdır. Birinci qaydalarla tanış eləyim sizi. Webinar zamanı yarana biləcək hallarla kimsə yuxusu gələ bilər. Kimdəsə aqressiya yarana bilər. Kimisə ağlamağı gələ bilər. Yəni cürəbəcürə də fərqli-fərqli hallar baş verə bilər. Kimisə iştahı da açıla bilər. Yəni kimin yuxusu gəlsə yatsın. Kimdə aqressiya yaransa və ya bir bezdirici yorğunluq yaransa çıxıb gedə bilər. Yəni bu şeylər ola bilir. Çünki bilgi canlı bilgidir və insanlarda özünü fərqli şəkildə göstərə bilir. Qısa şəkildə özüm haqqında məlumat verim. Mən Elkin Qiyasi Bakı şəhərində dünyaya gəlmişəm. İqtisad Universitetinin İstehlak Mallarının Ekspertizası fakültəsini bitirmişəm və həyat elə gətirib ki, axırda həyat eksperti təliminin kursunu bitirmişəm, belə deyim. Və o kurs elə kursdur ki, onu bitirmək olmur da, o ömürlükdür. Səhifələrimizdə təqdim elədiyimiz Life Expert və Agra saytlarına istinadən bilgilər çatdırırıq. Yaxın zamanda saytımız da açılacaq və orada həm özümüzün, həm istinad elədiyimiz mənbələrin geniş məlumatlarını öz dilimizdə təqdim eləyəcəyik. Birincisi başlayayım, ondan ki, biraz danlayım sizi. Mailla bağlı, mail yazmaqla bağlı və ümumiyyətlə gələn bilgi ilə, yəni webinara çağırışla bağlı. Yəni mesajı açıq-aydın göndəririk. Çox da olmasa bir neçə nəfər cavabı birbaşa mesaja yazır. Və biz məcbur olub təkrar yazırıq ki, xahiş edirik, təlimatı düzgün oxuyun. Bura yox, maila yazmaq lazımdır. Yəni, həyat da belədir. Bizim qarşımıza açıq-aydın mesajlar çıxır. Biz onu özümüzə uyğun və yaxud da ki, özümüzə rahat şəkildə icra eləməyə çalışırıq. Və əlbəttə ki, səhv icra eləyirik. Və bu səhv icranın nəticəsində də hansısa bir nəticələrə gəlib çıxa bilmirik. Sonra da şikayət edirik ki, mənim günahım nə idi, mən niyə belə? Bax, elə webinara 2-3 dəqiqə qalmış bir nəfər yazıb ki, mənim mailimdə problem var. Yəni, düz 1 dəqiqə qalmış və yaxud da ki, artıq başlamış. Mən uzun müddət futbol klubunda işləmişəm və orada da belə idi. Yəni, oyuna 5 dəqiqə qalmış və yaxud da ki, oyun başlamış, stadiona gəlirdilər və yaxud da ki, ümumiyyətlə oyunla maraqlanırdılar ki, oyun nə vaxtdır, hardadır. Afişada açıq-aşkar yazılırdı. Hər şey aydın şəkildə, nöqtə vergülünə kimi yazılırdı. Altda şərh yazırdılar ki, oyun nə vaxtdır, oyun hardadır. Yəni, bilgi verilib də, bütün məlumat verilib. Və o bilgi verilənlərin ondan artıq bilirsiniz nə qədər işi var. Əlbəttə ki, o işdə də, bu işdə də məcburən izləyicilərə cavab verilir. Amma həyat belə deyil. Həyatda sizə hər sualınıza hop deyə cavab verməyəcəklər ki, vermirlər də.
Çünki sizin qarşınıza afişa çıxarılmışdı. Siz o afişanı görməzlikdən gəlib və yaxud da ki, görüb yan keçmisinizsə, o artıq sizin günahınızdır. Və sizin yazıb soruşacağınız və yaxud da ki, birbaşa kontakta girəcəyiniz ikinci variant yoxdur, ikinci şans yoxdur. Və təkrar artıq o yazılı şəkildə olan və yaxud da ki, bir əlamət kimi qarşınıza çıxarılan bilgi çevrilir olur elə bir hadisəyə ki, siz artıq oradan dərs çıxartmalısınız. Ondan da dərs çıxartmırsınız, biraz da şiddətlənir. Və belə davam edir. Adi bir maşının arxasındakı, nə bilim, bir nömrə, bir yazı və yaxud da ki, hansısa bir kitabdan açdığınız bir cümlə və yaxud da yolla gedəndə bir qulaq şahidi olduğunuz hansısa bir söz. İndi şükür Allaha sosial şəbəkələr var, nə bilim, TV var, orası var, burası var. Mesaj hər yandadır. Mən sizə əmin edirəm ki, o mesajlar hər gün gözünüzün qabağından yüzlərlə keçilir və ya keçirdilir. Siz onlara əhəmiyyət vermirsiniz. Çünki heç bu haqda məlumatınız da yoxdur ki, ətraf aləm bizə nələrsə demək istəyir, nələrsə göstərmək istəyir. İstər canlı, istər cansız obyektlər vasitəsilə. Yəni, bunu görmək lazımdır. Və siz o məlumatları oxuya bilən, o bilgiləri əldə edə bilən, əlbəttə ki, digərlərindən fərqlənir. Və getdiyi yolda bir əlamət çıxırsa ki, qarşısına oxuya bilir onu, ora getmir artıq. Çevrilir və yaxud da ki, bir tərsinə əlamət çıxırsa ki, getmək olar, uğurludur, gedir. Yəni, bizə bu dünyaya gələndə ilk növbədə ruhumuzun təzahür tapşırıqları verilir. O tapşırıqlar başlayır bizim ailəmizdən, valideynlərimizdən, sonra nəslimizdən, oxuduğumuz məktəbdən, ali məktəbdən, məhəllədən, millətdən, cəmiyyətdən və bu yavaş-yavaş genişlənir. Biz ən dar dairəni oxuya bilməyəndə o genişləndikcə əlbəttə ki, biz cəmiyyətin, millətin, nə bilim, həyatın qarşısında aciz qalırıq. Çünki bunları bizə indiyə kimi deyən olmayıb. Bizə deyilməyib ki, bu həyat məktəbdir. Deyiblər, belə deyiblər ki, həyat məktəbdir, dərsdir, filandır, orası, burası. Amma kökünü deyən olmayıb. Ki, biz ümumiyyətlə bura niyə gəlmişik? Yəni, tək-tük kimsə oyanıb, bu sualı özünə verib, hansısa bir yola çıxıb, indi cavab tapıb, tapmayıb, o ikinci məsələdir. Amma bu sualı verən neçə nəfər var? Bizim qaçışımız, qovduğumuz şeylər ancaq bioloji və sosioloji müstəvidədir. Yəni, yiyim, içim, yatım, çoxalım, karyera qurum, iş qurum, ali məktəb qutarım, iş tapım. Bax, bu çərçivədədir. O tərəfdən elə bir qırıq qalmışıq. O tərəfdən də məşğul olanlar tamamilə başqa yollara və istiqamətlərə aparırlar. O haqda heç, belə deyim, danışmaq da istəmirəm. Yəni, onsuz da sosial şəbəkələrdə istər Quran haqqında, istər din, istər tarix haqqında bu şeyləri, məlumatları veririk. Ki, nə necədir? Kim indi qəbul edir, eləmir, o da yenə də ikinci məsələdir. Amma birinci məsələ bizim əsas məqsədimiz, hədəfimiz düşündürməkdir. Ki, düşünəsiz. Biz səhv də deyə bilərik. O birisi məlumat doğru da ola bilər. Amma bir düşünün də ki, biz sanki bir tərəzi atırıq sizin üçün ki, siz onu tərəzinin gözünə qoyasınız, qorxmayasınız sorğulamaqdan. Siz nə qədər ki, qorxacaqsınız ki, birdən bu qədər cəmaat səhv eləyə bilməz. El qınağından, nə bilim, ətrafdan, o çoxluğun baskısından siz heç yerə gedib çıxa bilməyəcəksiniz. Ən gözəl şey o səhvi bilməkdir. Ki, get gör, səhvdir, tamam. Özün üçün bir qeyd apar ki, bu səhvdir. Vəssalam, mən bu ilə işimi bitirdim. Yəni, biz səhvlərimizi görməliyik ilk növbədə ki, doğrunu tapaq. Doğru elə bir şeydir ki, o da həqiqətin bir parçasıdır.
Mən keçən vebinarda da demişdim, həqiqət 6 tərəflidir. Yəni, ümumiyyətlə, yaranışda hər şey 6 tərəfi var. Hər bir şeyin 6 tərəfi var. Yuxarısı, aşağısı, sağı, solu, önü, arxası. Onun da hər bir tərəfi doğru ola bilər. Amma həqiqət onun tamıdır. Kub tam, həqiqət odur. Siz o kubun hər tərəfini görəndən sonra deyə bilərsiniz ki, bu həqiqətdir. Ona görə də olur ki, 2 nəfər mübahisə eləyir, hər ikisi doğru deyir, amma həqiqəti demirlər, əskik qalır, yanlış qalır. Məsəl üçün, bir misal deyim, səhv eləmirəmsə, 2 fizik. İşığın biri düz xətti, digəri isə dalğavari olduğunu iddia eləyirdi və hər ikisi də özünün, belə deyim, iddiasını sübutlar gətirirdilər. Yəni, bu, hətta orta məktəb fizikası dərsliyində var. Və bunların, belə deyim, qarşılaşmasından sonra məlum oldu ki, işıq həm düz xətti, həm dalğavari hərəkət edir. Baxdınız, yəni, həqiqət artıq çıxdı ortaya. Amma digər məsələlərdə biz mübahisə edirik. O həqiqətin içinə geyib varmağa çalışmırıq. Hərə özü üçün öz doğrusunu tutub, o kör tutduğunu buraxmayan kimi. Ki, mən doğruyam. Qal da doğru, qal, tamam. Bəlkə sən deyən də doğrudur, mən deyən də doğrudur. Bəlkə biz onu bir yerdə yoğurub həqiqətə varacaq. Yəni, onu eləyən çox az adam var. Yəni, mən demək istəyirəm ki, əgər siz bir yerlərə gedib çatmaq istəyirsinizsə, bu şeylərə diqqət eləmək lazımdır. Və gəlirik informasiyaya, bilgiyə. Yəni, bugünkü webinarımız da bizim silahlı qüvvələr gününə təsadüf eləyir. Bugünü də elə belə seçməmişik. Və webinarın da adı bilgilisənsə silahlanmısan və yeri gəlmişkən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik. Amma bu müharibəni o insanların fədakarlığı ilə yanaşı düzgün informasiyaya malik olmaq və hər şeyə ən üst nöqtədən baxmaq yolu ilə qalib gəldik. Yəni, bugünkü dünya elə bir dünyadır ki, ümumiyyətlə bütün dövrlərdə belədir. Yəni, sən çox az qüvvə ilə, az itki ilə böyük bir şeylər əldə edə bilərsən. Yəni, Qarabağ müharibəsinin xronikasına baxın, ən qısa müddətli və ən uğurlu bir, belə deyim, tarixi bir döyüş oldu. Yəqin ki, bilirsiniz də, bu müharibənin ilk günlərində bizim hava qüvvələrimiz lazım olmayan balaca təyyarələrlə Qarabağa hücum təşkil elədi ki, onların havadan o müdafiə sistemlərini aşkar eləsinlər. Və mən müsahibəyə baxmışdım o ilə bağlı. Orada qeyd edir ki, bu planı çox az adam bilirdi, 3-4 nəfər. Vəssalam. İnformasiyanı qırağa çıxartmamışlar ki, düşmən bundan xəbər olmasın. Və sən artıq ən yuxarı səviyyədə məsələni həll elədinsə, artıq hər şey əlinin içindədir. Yuxarıdan aşağı baxırsan və ondan sonra dronlar və s. və l. Hər bir şeydə bilgili olmaq, doğru informasiyaya malik olmaq uğur gətirir. Bu döyüşdə də belədir, biznesdə də belədir, ailədə də, cəmiyyətdə də, nə də istəyirsiniz. Elə bir şey yoxdur ki, orada informasiya vacib amil olmasın. Və bütün yaranış bu informasiyanın üzərində qurulub və informasiyanın ötürülməsi üzərində qurulub. Bütün hansı sahəyə girirsiniz, girin, orada bir informasiyanın qazanılması, öyrənilməsi və ötürülməsi durur. Ən vacib amil informasiyadır. Və təbiətdə də informasiyanı gizlətmək olmaz. Bu qanundur, qadağandır hətta. Yəni, siz sadəcə informasiyanı belə toplayım, özüm üçün saxlayım, olmaz. Yəni, bizə də suallar verirlər də ki, hətta belə bir irad kimi də deyirlər ki, nəyivə lazım? Məsələn, başı sal aşağı işvi gör də, yəni bu qədər çıxışlar, bu qədər bilgilər və s. və l. Yəni, bu qanundur, informasiyanı vermək lazımdır.
Hə, biz illərlə bu şeyləri toplamışıq. Bəzi informasiyalar var ki, demirik, hələ ki vaxtı deyil. Amma ümumiyyətlə informasiyanı saxlamaq olmaz. Sən pulu yığıb saxlaya bilərsən. Nə bilim, mal mülk yığıb saxlaya bilərsən. Ki, onları da əslində dövriyyədə olmalıdır. Onları da yığıb saxlamaq olmaz. Amma ən başlıcası informasiyadır. Bilgin varsa paylaşmalısın. Faydalı olmalısan. Yəni, infosamatikanın təməlində informasiyanın insana və ətraf aləmə təsiri öyrənilir. Yəni, başqa bir şey deyil. Burada belə sirri bir şey yoxdur, belə mistik nələrsə yoxdur. Sadəcə öyrənirik ki, bu məsələ nə necə olub, nə necə təsir eləyir. Təəssüflər olsun ki, indiki elm biraz o inkvizisiya deyək də, yəni keçmiş dini inkvizisiyalar necə etsə, müasir elmdə bu cürdür. Yəni, çox şeyləri o materializm təsiri ilə basır üstündən. Və bir çox insanlar da bunu həqiqət hesab edirlər. Düşünürlər ki, elə bu həyat gördüyümüz, toxunduğumuz, üzr istəyirəm. Yəni, toxunduğumuz, hiss elədiyimiz, eşitdiyimiz şeylərdən ibarətdir. Məsəl üçün, yer kürəsi öz oxu ətrafında dövr eləyir də və onun əgər biz eşidə bilsəydik, çox dəhşətli, uğultulu bir səsi var. Amma bizim qulaqlarımız onu eşitmir. Biz necə deyə bilərik ki, yer kürəsi səssiz fırlanır, səssiz dövr eləyir. Bu boyda planet necə səssiz dövr eləyə bilər? Bizə yanımızda bir ventilator fırlananda səsi qulağımıza aparır. Yəni, bax, bu cür şeylər var. Yəni, indi səhv eləmirəmsə, hansısa bir cihazla o səsi, necə deyim, ölçə biliblər, duya biliblər. Amma belə də bizim qulağımızın tezliyi elə formalaşıb ki, biz onu eşitmirik. Duraq deyək ki, yox, yer kürəsi səssiz dönür. Yəni, bir çox şeylər var ki, belə, yəni batil inanclar üzərindən olsun, ya digər saxta elmlər olsun, astrologiyası, o birisi, bu birisi, hamısı belədir. Yəni, bunu dərindən girib araşdıran və bəşəriyyətə təqdim eləyənlər tək-tük insanlar var. Yəni, bunu belə kütləvi şəkildə yaymırlar. Hətta deyərdim, biraz da qarşısı alınır. Üstünə gedirlər və o keçmiş zamanlarda hansısa bir insanların fitri istedadı olanda deyirlər, cadugardır, nə bilim, vecmadır, o da atırdılar və yaxud da ki, bir cəmiyyətdən seçilən adamları ki, necə daşqalaq edirdilər. Eyni ilə də budur. Yəni, çünki insan özünün düşüncəsi ilə nələrə qadir olduğunu dərk eləsə, artıq o kütlə idarə olunmayacaq. Çünki insan istədiyinə nail ola biləcək və heç kimə ehtiyac duymayacaq. Yəni, elə bir səviyyəyə gəlib çıxacaq, addım-addım da olsa, yavaş-yavaş da olsa. Yəni, ona görə düşünürəm ki, bu kütlələri idarə eləməkdən ötürü bu şeylərin üstünün açılmağına imkan vermirlər. Yəni, başqa bir buna məntiqi açıqlama özüm üçün tapa bilməmişəm sözün açığı. Digər məsələ, məsəl üçün, dünənləri yəni də din üzərindən deyəcəm, Aşura ilə bağlı məlumat vermişik. Aləm də bir-birinə yenə. Nə bilim, mason deyirlər, Yəhudi deyirlər və s. və axır. Mənim yerim də məlum, yurdum da məlum, nəslim də məlum, adım, soyadım da məlum, şəxsiyyət vəsiqəm də var. Telefonum da, belə deyim, açıqdadır. Nömrəm də sosial şəbəkələrdə qeyd olunub. Yəni, lazım olsaydı ki, əgər elə bir şey olsaydı, əlbəttə ki, bunu sizdən qabaq lazımi strukturlar təyin eləyərdilər. Yəni, kimsə biraz doğru fikir deyən kimi ya masondur, ya da, nə bilim, kimlərəsə xidmət edir, hansısa bir xarici qüvvələrə. Yəni, bir damğa vırılır o dəqiqə üstünə ki, bu filan kəslərə qulluq edir. Yəni, Aşuranın dəqiq tarixi yazıda Wikipediyada var, Google-da.
Gedin baxın da. Mən necə baxmışam, siz də baxın. Görün hava olub. Hansı fəsildə olub. Və biz bunu niyə orada-burada keçirtməliyik? Bu hicri qəməri təqvimini kim çıxardıb? Hansı məntiqlə, hansı ağılla çıxardıb? Bu sualdır. Mən sual verirəm. Kimsə gətirib bunu məntiqli şəkildə izah eləsə mənə, mən də oturub qulaq asaram, qəbul edərəm. Quranda aylar keçir və s. və l. Quranda aylar keçir, deyir aya bax da, mən də ay təqvimi ilə həyatımı qururam. Mən də məsəl üçün bu vebinarın tarixini təyin eləyəndə baxdım ki, ayın ilkin fazasına düşür. Əgər ayın ikinci fazasına düşsəydi, mən onu eləməyəcəkdim. Düzdür, mənim dərslərim elə düşə bilir. Təlimim elə düşə bilir. Amma belə deyim, kütləvi açıq şəkildə mən informasiyanı çatdıracağım günü heç vaxt ayın üçüncü və dördüncü fazasına salmıram. Yəni, internetdə var da, bunlar hamısı havayı bilgilərdir. Gedin ayın fazalarına baxın, görün hansı fazasında nələr eləmək olar, nələr eləmək olmaz. Hətta artıq, belə deyim, tədbiqləri də var. Aya görə həyatını qurmaq. Hətta, belə deyim, elmi kitablar da var. Bitkiləri nə vaxt əkmək olar, nə vaxt əkəndə uğurlu olur. Bütün yaradılış canlılar bu şey üzərində, necə deyim, yaşayırlar. Yəni, bu planetlərin fazalarına görə öz həyatlarını qururlar. Yəni, avtomatik qurulur. Yəni, onlar belə oturub aya falana baxmırlar. Bütün yaradılış, bütün planetlərlə, bütün kainatla bir alış-verişdədir və onun üzərindən qurur həyatını. Günəşə baxın, ilə baxın, ümumiyyətlə, necə təhvil olur. Yəni, bu məntiqi suallardır da, verin. Bu sualı verin hər kəsə. Özünüz özünüzə də verin ki, bu nədir axı, niyə belədir? Balaca bürün ellə sürün şeylə gelməyin. Əgər nələrsə həqiqətən öyrənmək istəyirsinizsə. Yoxsa başınızı salıb, hamı necə, mən necə deyirsinizsə, onda bu bilgilər sizin üçün deyil və o komfort zonanızda, belə deyək, dırnaq arası sadə və bioloji və sosioloji bir ömür sürüb başa çatdıra bilərsiniz. Mən o şeydən uzun illər bundan qabaq çıxmışam və özüm kimi həmfikirlər tapmışam. Çində var da, məsəl üçün, Çinin təqvimi səhv eləmirəmsə fevralda ilk ayın doğuluşu ilə başlayır. Yəni, onlar startı oradan götürürlər. Amma yenə də həmişə oradan götürürlər. Heç vaxt dəyişmirlər, onun ili dəyişmir. Yəni, məsəl üçün, 21 mart, 21 iyun, 21 sentyabr, 21 dekabr. Bu 4 dənə həm ikisi gecə-gündüz bərabərliyi, biri ən uzun gecə, biri də ən uzun gün. Bunlar əsrlərdə dəyişmir. Saatı, belə deyim, ora-bura biraz dəyişə bilər. Amma öz-özlüyündə dəyişmir axı, bu yerindədir. Ya, məsəl üçün, bu bizim əvvəlki qədim vaxtlarda var idi ki, məsələn, 40 gün, 40 gecə. Vaxt var idi, 9 ay var idi. Və ayın biri 40 gün idi. Bunun haqqında Vahid müəllimin də yazıları var, oxuya bilərsiniz. Bütün nağıllarımıza, bütün belə qədim şeylərə baxın, 40 gün, 40 gecə, 40 gün, 40 gecə. Bu 40 gün nədir axı? 40 gün sən demə, keçmişdə 1 ay olubmuş. 9 ay olubmuş və onun, belə deyim, 5 gün, 6 gündə aralıq gün hesab olunurdu. Bunlar hamısı tarixdir, bunlar hamısı var. Amma yenə də il günəşə görə götürülür. Yəni, yer günəşin ətrafında dolanır, ay da yerin ətrafında dolanır. Sən necə ili aya görə götürə bilərsən? Sabahlarda biri süni pek buraxacaq, deyəcək ki, süni pek təqvimi və o ilə gedəcək. O da olacaq tutam ki, 345 gün. Bu kimi şeylər var da, yəni, hamısı da Google-dadır, yenə də deyirəm, hamısı da açıq bilgilərdir, orta məktəb bilgilərdir. Yəni, bunu insan niyə düşünməz axı? Niyə sual verməz ki, bu niyə belədir? Ya, məsəl üçün, astrologiya ilə bağlı suallar gəlir də. Yəni,
ulduz falı boş şeydir, orası burası. Əlbəttə ki, ortalıqda olanlar boş şeylərdir. Mən də razıyam. Hətta bir belə gülməli bir rolik də var idi. Orada deyir ki, iki jurnalistdir, yəni qəzet olaq ki, qəzet və ya jurnal redaktorları. Biri o birisinə deyir ki, bugün bücləri sən yaz da. Yəni kim nə istəyir yazır ora və ümumiləşdirərək insanlara göndərirlər ki, yəni xərçənglər üçün bu günləri nə bilim uğurlu gündür, nə bilim ox atanlar üçün bu günləri belə gündür. Bunlar əlbəttə ki, doğru bir şeylər deyil. Amma astrologiyanın özü dərindən araşdırsaz, görsəz, necədir? Orada o qədər xırdalıqlar var ki, orada o qədər incəliklər var ki, yəni onları saymaqla bitməz. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, Erkin Qiyası ilə Doğru Yola Doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlamasından oxuya bilərsiniz. Sadə bir misal verim də, astrologiya nədir? Məsəl üçün, saat üzrə də, əlimizdə bir saat var da, saat 12 olanda, nə bilim, 1-ə yaxınlaşanda biz artıq bilirik ki, gün ortadır. Tam yaydısa, sən həmin saatda çölə çıxmağın mənasızdır, istidir. Ya nə bilim, axşam saat 8-dir, deyək ki, əqrəblər 8-i göstərir. Sən bilirsən ki, axşamdır, hava sərindir, çölə çıxmaq olar. Yəni, bu dərəcədə astrologiyada da baxıb nələrisə təyin eləmək olur. Vəssalam, həyatıma yön verə bilirsən. Hava proqnozuna baxıb, sən bilirsən ki, sabahları qalın geyinəsən, yoxsa biraz nazik geyinə bilərsən. Eyni şey astrologiyadır. Sadəcə daha belə başqa səmtdə şeyləri var. Ki, sən həmin tarixlərdə, həmin vaxtlarda bir şeylər eləməyin məsləhət deyil və yaxud da ki, məsləhətdir. Bu qədər sadədir. Bunu elə bir belə şeyə çeviriblər. Qınamıram, yəni mühakimə eləyənləri də qınamıram. Çünki qarşılarına çıxardılan bilgilərdə heç bir həqiqət tapmayıblar. Yoxdur da, orada hamısı boşdur. Və ümumiyyətlə, xərçəng bürcü haqqında fikir deyəndə, xərçəng bürcündə doğulan insanlardan söhbət getmir. O xarakterlər, belə deyim, şeylər hamısı xərçəng bürcünə aiddir. Xərçəng bürcündə doğulan insana yox. Xərçəngin bürcünün özünə. Və o xərçəng bürcünün təsiri o insana nə qədərdir? Ona artıq sən onun xəritəsinə baxa bilərsən. Başqa cür sən onu birbaşa hamını ümumiləşdirib xərçəngin xarakterlərini bütün xərçənglərə aid eləyənmərsən. Əsas belə deyim, qaçılmaz belə kök şeyləri var, fundamental təsirləri var. Hə, o xərçənglərin çoxusuna aid ola bilir. Və yaxud da ki, şirlərə aid ola bilir. Bizdə uşaqlar var da, şir bürcündəndirlər. Amma mən həmişə onlara zarafatla deyirəm ki, siz şir deyilsiniz, siz Leopoldsunuz. Belə şir olar. Şir lider olmaq istəyir, şir həmişə göz qabağında olmaq istəyir. Uşaqlar, belə danışaq da, sualları siz yazın. Astrologiya ilə bağlı sual verə bilərəm. Bilirsiniz necə, siz hər mövzuda biz belə deyim, hələ sizin maillara göndərdiyiniz suallar var. Ona görə onlara da vaxt qalsın deyə, həm də mənim sizin üçün hazırladığım bilgilər var. İndi keçən dəfə də webinar elədik, mən heç onlardan 3 bənd keçdim ya yox, qaldı. Düzdür, onun sonradan YouTube üçün video çəkmişəm. O, indi yaxın zamanlarda təqdim eləyəcək. Sualınız varsa, siz yazın. Belə deyim də, çata. Mən digər sualları qutarandan sonra və çatdırmaq istədiklərimi çatdıra bilsəm, ondan sonra keçərik için o suallarınıza. Yəni, çünki vaxtımız məhduddur. Çalışacağım maksimum hər şeyi çatdıraq. Amma vaxt azdır, siz də çoxsuz. Ona görə də istəyirəm ki, yəni, hamı faydalansın da. Yəni, bir nəfərə bəlkə də heç çoxsuna astrologiya maraqlı deyil. Ona görə belə gedək də, yəni, mümkünsə. İndi gələcəkdə bu kimi şeyləri zaman-zaman keçirdəcək və YouTube-da da sabahları ilk sual-cavab videomuz
yayımlanacaq. Yəni o kimi sualları yaza bilərsiniz. Biz o belə deyim, bilgimiz və təcrübəmiz çərçivəsində onları cavablandırırıq. Belə. Sonra mən sizə nə demək istəyirdim bu mən bunu da deyim, ondan sonra keçək suallara, sonra vaxt qalsa davam eləyərik. Yəni bizim çalışdığımız, bizə cürəbəcə suallar gəlir də, yəni biz çalışırıq o populyar və hamının bildiyi o kontentlərdən və yaxud da ki, bilgilərdən istifadə eləməyək. Biz onsuz da əlimizdə o qədər bilgi var, yetərli qədər çox bilgi var ki, biz çalışırıq onları çatdıraq ki, sizə bütün belə deyim, insanlarımıza və izləyicilərimizə çatdıraq. Yəni hansısa bir populyarlıq xətrinə bunu eləmirik. İndi hansısa bir kontent və ya bilgi rezonans doğurur, o normal şeydir, bunu da başa düşürük. Amma bizim belə deyim, izləyici toplamaq kimi, kütləyə işləmək kimi bir niyyətimiz yoxdur. Bizdə əsas niyyət odur ki, əlimizdə olan informasiyanı maksimum tez bir zamanda çatdıraq. Çünki bizim informasiya alışımız da dayanmayıb və bu davam edir, ömrümüzün sonuna kimi də davam edəcək. Bizim yeganə missiyamız və hədəfimiz oldu ki, bildiklərimizin hamısını çatdırıb verə bilək. Ki, deyək ki, şükür Allaha, biz öyrəndiklərimizin hər birini çatdırdıq, bizdə heç nə qalmadı. Yəni, çünki onun da qaydaları var, sən bir şeyi buraxmayınca o birisi gəlmir. Yəni, sən bir şeylər verməlisən ki, onun əvəzində sənə də bir şeylər gəlsin. Yəni, bu da digər qaydalardan biridir, bunu da bilməyimiz vacibdir. Yəni, ortalıqda olan və belə deyim, məşhurlaşan bilgiləri və kontentləri, videoları və şəxsləri hamınız tanıyırsınız. Ona görə onlar üzərindən bir şey danışmaq istəmirəm. Yəni, bizim yolumuz o deyil ümumiyyətlə. Yəqin ki, səhifəmizdən də bunu görürsünüz. Yəni, məsələ bundan ibarətdir. Və bayaq dediyim kimi, o günəşlə bağlı və ümumiyyətlə tarixlə bağlı, məsələlərə yanaşmaqla bağlı YouTube-da bir qəşəng video var, Qız Qalası haqqındadır. 3 seriyadan ibarətdir, səhv eləmirəmsə. Habelə ona zəhmət olmasa qeyd eləyərsən, linkini tapsaq, təqdim eləyək. Yəni, mümkün olsa indi, mümkün olmasa sonra təqdim eləyərik izləyicilərə. Yəni, orada baxın, görün, Qız Qalası haqqında nə bilgilər verilir. Yəni, inyan formasına oxşuyur yuxarıdan baxanda. Yəni, qız həm də in deməkdir, yəni qadın tərəfidir məsələnin. Yəni, Qız Qalası həm də günəş məbədidir. Yəni, o müdafiə qalası filan deyil. Yəni, in tərəfi var, yan tərəfi də gözə görsənmir. Yəni, onun informasiya və enerji tərəfidir. Onun Qobustanla bağlılığına baxın. Yəni, o videoda çox gözəl xırdalıqlara toxunulur. Yəni, 9 dənə pəncərəsi var. Birinci mərtəbədən ya 8 qapısı var, ya 8 pəncərədir, ya 9 pəncərədir. 21 martda, nə bilim, deyir, orada günəş pəncərələrdən belə bir-bir düşür, gəlir. Yəni, orada çox deyirəm də, çox gözəl xırdalıqlar var və həm astrologiyaya, həm astronomiyaya, həm ümumiyyətlə memarlığa, həm tarixə bir meydan oxumaqdır. Ki, baxın, biz əsrlər öncə nə ərsəyə gətirmişik ki, deyirlər ki, qala 12-ci əsrə aiddir. 12-ci əsrə aid deyil, çox qədimdir. Yəni, onu sonradan yamaq kimi yapışdırırlar ora. Yəni, bu kimi şeylər var. Yəni, informasiya o qədər möhtəşəm bir şeydir ki, məsəl üçün, bayaqları müharibədən misal çəkdim də, vaxtilə dronlara barmaq arası yanaşırdılar. Deyirlər ki, bu boyda qırıcı təyyarələr dura-dura dronlar niyə müharibədə lazım olsun ki? Amma Qarabağ müharibəsindən sonra dronlar populyarlaşdı. Və bu günləri dronsuz müharibəni təsəvvür eləmək mümkün deyil. Yəni, istənilən bu cür bilgilərə əvvəl-əvvəl qarşı çıxırlar. Amma sonradan onun faydasını görəndən sonra,
Yavaş-yavaş artıq qəbul edirlər ki, sən demə, bunlar hamısı işləyirlərmiş. Məsəl üçün, bizim o can sağlığı paketi ilə bağlı da, yəni biz ona 6 ay geri qaytarmaq şansı veririk. Biz əmanət veririk ki, effekti olmasa qaytar. Yəni, insan əlbəttə ki, şübhəli yanaşır ki, deyir ki, reklamdır. Çünki o qədər aldadılmışıq ki, o qədər belə yanlış şeylər bizə təqdim olunur ki, reklam olunur ki, deyirik ki, bu da bunlardan biridir. Normal şeydir, başa düşürəm. Amma şahid olanlar da var ki, deyir ki, bunu siz qiymətini çox ucuz qoymusunuz. Nəzə ucuz qoymusunuz. Demək, biz bilirik də, onsuz onun qiyməti yoxdur. Biz nə də qoysaq, onun qiyməti yenə də ucuz olacaq. Ki, sən bir ömür dərmansız, həkimsiz yaşamağın reseptidir. Tapmışıq, faydalanırıq və təqdim edirik. Bizdə məsələn soruşurlar ki, filan xəstəliyin var, bu dəqiqə ilk növbədə nə ilə məşğul olun? O vahid kompleksdir. Yəni, bu sual bir üstünə bənzəyir. Mənim orqanlarım var, ürəyim, böyrəyim, ağciyərlərim, ödüm, mədəm və s. və l. İlk növbədə hansı ilə məşğul olun? Bunlar hamısı kompleksdir. Yəni, düzdür, müasir tibb bunları ayrı bölmələrə, sanki orqanizm ayrı-ayrı planetlərdə yerləşir, yəni orqanlar ayrı-ayrı planetlərdə yerləşir. Bunlar hamısı bir-birinə bağlıdır da. Yəni, insanın düşüncəsi onun mədəsini sıradan çıxara bilir. Sən mədə həkimisən, sən onun psixoloji tərəfini bilmirsənsə, sənin müalicən bir müvəqqəti xarakter daşıyacaq. Sən sadəcə nəticənin üzərində işləmiş olacaqsın. Və o xəstə sənin daimi müştərin olacaq, vəssalam. Ki, bu dəqiqədə məqsəd elə ondan ibarətdir. Bizdə isə bir dəfə veririk, vəssalam. Yəni, daha kiminsə bizə ehtiyacı qalmır. Biz onu təbliğ edirik ki, hər biriniz müstəqil şəkildə özünüzlə məşğul ola bilərsiniz. Özünüz həyatınızı qura bilərsiniz. Yəni, ilk növbədə insan özünə əminliyi olmalıdır. Azad şəkildə yetişməlidir. Rahat olmalıdır. Ki, ona görə deyirik ki, yəni, bilgilisənsə silahlanmısan. Sənin artıq heç nədən qorxun yoxdur. İstənilən problem, istənilən xəstəlik, istənilən nəsə bir hadisə, sən başa düşürsən ki, sən elə birisən ki, sən buralardan çıxa biləcəksən. Sadəcə baxmalısan ki, görün burada mənə nə demək istəyirlər, nə göstərmək istəyirlər, hara getməliyəm, necə getməliyəm. Yəni, budur. Bax, xəstəliklərin hamısının adı deyir, sizə fərqli-fərqli. Bu sualınıza elə birbaşa cavab verim. Yəni, səbəbi nədir saydığınız xəstəliklərin? Deyək ki, bilmirsiniz də. Can sağlığı paketinin önəmli tərəfi odur ki, o səbəb nə olursa olsun, ilk növbədə zərbəni ora vurur, səbəbə vurur. Çünki nəticə uzun illər boyu bu nələrsə davam eləyib, gəlib çıxardıb ora. Üstünə müalicələr gedib, həkimlər, dərmanlar, nə bilim, getmədikləri yerlər qalmayıb. Amma nəticə dəyişmir. Yəni, davam eləyir və daha şiddətli formaya keçir. Çünki səbəb təyin olunmayıb. O can sağlığı paketində isə həmin o səbəbdən danışılır. Konkretlikdən yox, yəni məsələnin kökündən danışılır. Və siz onun üzərinə düşüb işləyəndən sonra, səbəblə işləyəndən sonra, artıq nəticə də bir müddətdən sonra başlayır özünü göstərməyə. Biraz gec göstərə bilər. Dərmandan fərqli olaraq o dəqiqə, belə deyim, nəticəni görməyə bilərsiniz. Amma əmin olun ki, bir müddətdən sonra özünü mütləq göstərəcək. Yəni, siz 10 illərlə toplanmış bir problemi 3 gün ərzində həll eləyə bilmərsiniz. Yavaş-yavaş. Çünki orada həm cismani problemlərlə məşğul olan, belə deyim, təmrinlər var, həm
ruhla bağlı, enerji ilə bağlı, hər şeylə bağlı var. Yəni 5 kitabdır da, indi 2 dənə kitab birinci və ikinci hissələrdir. Biri də ki, insan orqanizminin istifadə təlimatı. Yəni orada bu əlifbadır da, yəni oradan giriş eləmək lazımdır. Baxmaq lazımdır ki, ümumiyyətlə orqanizm nədir? Mən nəyəm? Mən kiməm? Sualından başqa. Mən həm də nəyəm? Mən nələrdən ibarətəm? O şeyləri, yəni o oturmalıdır. Yəni bizdə var da bir izləyicimiz var, deyir, nə deyirsiniz deyim, bir də bircə oxumaq deməyin. Yəni oxumadan valla biz kimisə götürüb belə qaldırıb sağaltmırıq, kimisə qaldırıb xilas eləmirik və heç kimə də bunu məsləhət görmürük. Kim öz üzərində işləyəcəksə, xilas olmaq istəyəcəksə olacaq. Və kimsə kimin üçünsə də gələndə müraciət eləyəndə yəni deyirlər ki, filan kəs üçün almaq istəyirəm, özümdə hər şey normal. Biz deyirik ki, o adam özü maraqlanmırsa, özü istəmirsə, özünüzü yormayın. Özü maraqlanmalıdır, özü cəhd göstərməlidir, canfəşanlıq eləməlidir. Siz onu xilas eləyəməyəcəksiniz. Ya özü müraciət eləsin, ya da ki, yəni çətin məsələdir. Siz bu dərman deyil də ki, alasız verəsiz, gələ bunu iç. O onun içinə girməlidir. O dünya görüşü onda formalaşmalıdır. O bilgi, informasiya orada olmalıdır. Yenə deyirəm, biz düşüncəmizin və bilgimizin, dünya görüşümüzün nə dərəcədə effektiv bir şey olduğunu dərk eləyə bilsək, bizə başqa heç bir şey lazım deyil. İnformasiya elə bir şeydir ki, bizim informatoriya dediyimiz bir virtual kitabxanamız var. Və o zamanla o neft ləmpəsi kimi kirlənir. Yanlış bilgilərlə, adət-ənənələrlə, matrisalarla və s. və l. Və sən yeni bilgi aldıqca, təmizləndikcə, informasiya başlayır sənin o suyunu belə deyim, durultmağa. Məsələn, Quranda nə deyir? Quran da şəfadır, bal da şəfadır. Bax, eyni şeydir. Quranı belə əzbəri oxumaqla yox, dərk eləyərik. Biz bu dünyaya bilmək üçün gəlmişik. İnanmaq üçün yox. Yenə də bizim videomuzda var da, yəni kəlmə-i şəhadətdir. Kəlmə-i inanc yoxdur. Bizdən şahid olmaq tələb olunur. Bilmək tələb olunur. Oxumaq tələb olunur. Yəni, hamı bir ağızdan deyir ki, Quran elə gəldi, Peyğəmbər belə getdi, Allah belə getdi. Bilmək istəyən yoxdur. Deyir, dəyməyə, mən kör-körana, mən bu cür inanırım, mənim tabularıma, mənim bütlərimə dəymə. Quranı da bütləşdiriblər, Peyğəmbərləri də, Allahı da. Yəni, bu günləri ortalıqda olan din anlayışı, Peyğəmbərlər, nə bilim, rituallar, o birisi, bu birisi, heç birinin nə İslamla, nə Yaradanla, nə Peyğəmbərlə əlaqəsi yoxdur. Bildiyiniz bütpərəstlikdir. Və heç kim başını oradan qaldırıb yuxarı baxmaq istəmir və yaxud da ki, qorxur. Belə, məsəl üçün, bir də bu can sağlığı paketi ilə bağlı bir də məsəl üçün, mum şamının faydaları var. Yəni, keçmişdə evlərdə daima belə deyim, ya heyvan yağlarından hazırlanmış bir ləmpələr yanardı, hələ bu neftə filana qədər. Ya da mum şamından, təbii mum şamından, təbii mumdan hazırlanmış şamlar yanardı. Bilirsiniz nə qədər faydası var? Yəni, bizim energetik qatlarımızı doldurmaq üçün çox möhtəşəm və ən ucuz vasitədir. Yəni, bu məlumatlar çox az yerdə var. Yəni, insanlar düşünür ki, mum şamı hansısa bir ritual üçün, filan üçün lazımdır. Enerji üçün lazımdır. Hətta sən hansısa bir ritualı belə yerinə yetirəndə sənə enerji tələb olunur. Sən belə hop deyə nəsə eləyənmərsən. Sən necə ki, biz bir çörək pişirməkdən ötürü un, duz, nə bilim, su filan tələb olunur. Eyni şey, sən düşüncənlə nəyisə formalaşdırmaq istəyirsənsə, onun da unu, duzu, suyu enerjidir. Sənin enerjin yetərli qədər deyilsə, sənin düşüncələrin əlbəttə ki, yerinə yetməyəcək. Çünki sənin, necə deyim, ödəniş qabiliyyətin yoxdur.
və sənin düşüncə tezliyin də ora qədər çatmır ki, səni oralara buraxsınlar, sən istədiyini eləyəsən. Sənin dünya görüşün çatmır ora. Belə, yəni ümumiyyətlə təbii və həqiqətən faydalı olan şeylər, uşaqlar, əlçatan və münasib qiyməti olur. O şey ki, bahalıdır və çox çətin tapılır. Bilin ki, onun faydası da yoxdur. Yəni, rahat olmalıdır, asan olmalıdır. Mənim misal çəkdiyim var da ki, meşədə nə klinika var, nə də bank var. Meşədə nə xəstə heyvan var, nə də kasıb heyvan var. O yalnız bu özünü ağıllı hesab edən insanlar üçün lazımdır. Ki, xəstələrimiz də çoxdur, kasıblarımız da çoxdur. Çünki təbiətdən qopuq və bilgisiz belə o sıçan çarxın içində dolanır. Bax, belə bir kütləvi bir həyat sürür. Və başını qaldırana qədər bu belə gedir də. Amma başını qaldırandan sonra bir arxaya baxanda dəhşətə gəlirsən ki, mən uzun illər belə necə yaşamışam? Niyə görməmişəm? Niyə göstərməyiblər? Valideynlərimizi də qınamaq olmaz. Özü, əsas da bizim çoxumuz Sovet uşaqlarıyıq. Orada ümumiyyətlə hər şey senzura idi, hər şey. Bu senzuranın hər növünü yaşamış adamam ki, soyadım da üstündədir. Fərqlənirdi. Hər yerdə fərqlənirdim. Adım da, soyadım da fərqli idi. Və belə deyim, daima da nəzarət altında. Amma bu ilə belə, yəni bu bəhanə ola bilməz. Sən əgər bilmək istəyirsənsə, biləcəksən, öyrənəcəksən, başını qaldıracaqsan, baxacaqsan ora bura. Qorxmayacaqsan. Bəhanə, belə deyim, qorxu, bunlar elə bir ki, bir-birinin dostudur. Qorxur, bəhanə eləyir ki, yox, şərait yoxdur. Bu ölkədə yaşamaq mümkün deyil. Bu ölkədə nəm elə. Bu ölkədə şərait yoxdur, get başqa ölkədə qur. Şükür Allah, Sovet vaxtıdır, sərhədlər açıqdır da. Özünü mühakimə eləmir. Demir, mənim biliyim, bacarığım yoxdur. Sənin biliyin, bacarığın bu ölkəni aşırsa, get başqa ölkəyə. Şükür Allah, indi kompüter də var, internet də var, hər şey var da, yəni süni intellekt də çıxdı. İndi biz əvvəl bir şəkli, bir videonu düzəldənə kimi nə qədər vaxt xərcləyirdik. İndi bir dənə belə edirsən, şəkli yazırsan ki, mənə üçün falan şeylər lazımdır, düzəldib çıxardır, qoyur ortalığa. Yəni, o məsələ də getdi. Yəni, ona görə də kim nəyəsə nail olmaq istəyirsə, onun haqqında oxuyacaq, biləcək və nail olacaq. Qalan hər bir şey mənim düşüncəmə görə bəhanədir. Hər kəs özünə bəhanələrlə, nə bilim, şeylərlə təsəlli verə bilər. Amma sabah yenə də səhərə gözünü açanda sən yenə də o vəziyyətdə qalacaqsan. Öz bəhanələrinlə yata-yata gedəcəksən. Heç nəydə nail olmayacaqsan. Şərtlər ağırdır, çalış o şərtləri dəyiş. Dəyişmək üçün nələrsə elə. Bütün istiqamətləri yoxla. Məsələ odur ki, çoxluq yoxlamır bunu, eləmir. Özünə təsəlli üçün bəhanə uydurur. Yəni, o qədər Azərbaycanlılar var ki, cavan uşaqlar, yaşlılar hətta. Ölkə xaricində də biznesini qurub, orada da qurub, burada da qurub. Bacarığı var, bilgisi var, vəssalam. Yenə deyirəm, qalan hər bir şey bəhanədir. Yəni, məsələ odur ki, kim qabaqcıl bilgiyə malikdirsə, bu günləri süni intellekt çıxıbdır ortalığa. Yəni, indi ad çəkməyəcəm, adamlar var mail işlədə bilmir, adamlar var telefon işlədə bilmir, əsasən də yaşlı nəsillər. Kompüter işlədə bilmir, internetdən başı çıxmır və s. və axır. Amma adamlar var ki, eyni yaşda olan hamısını da eləyir. Hətta uğurlu peşəkar bir mütəxəssisdir. Yenə deyirəm, yaşın, filanın fərqi yoxdur. Kim nəyəsə istəsə öyrənməyə, özü də indiki vaxtda çox asandır. Süni intellektlə işləməyi hamı artıq öyrənməlidir. Mən belə onun kursuna gedirəm. Öyrənirəm, yəni.
belə götürəndə mənim işim üçün o qədər də lazım deyil. Yəni bu işləri, süni intellektlə bağlı işləri görən əməkdaşlar var, yoldaşlar var. Amma mən özüm də öyrənirəm. Nə bilim, sosial şəbəkələrlə bağlı kursa yazılmışam, öyrənmişəm. Ki, halbuki o işi də aparan yoldaşlar və əməkdaşlar var. Yəni mənə lazım olan nədirsə mən onları öyrənirəm. Ki, o mənim işimi rahatladacaq, məni irəli aparacaq, mənə pul qazandıracaq. Və informasiyanı daha qısa şəkildə çatdırmağa kömək eləyəcək. Ən əsası burada mənim dediyim o valyuta zamandır. Mən zaman udmağa çalışıram. Çünki zaman bərabərdir enerji, bərabərdir emosiya, bərabərdir pul, bərabərdir ixtisas, bərabərdir sabitlik. Bu zənciri daima qorumaq lazımdır. Və ən başında da zaman gəlir. Sən günü sata-sata, saatı sata-sata özündən bəhanələr uydura-uydura bir yerlərə gəlib çıxa bilmərsən yəni. Yəni kim qabaqcıl informasiya malikdirsə, o da qalibdir. Əgər siz uduzanlar sırasında olmaq istəyirsinizsə, buyurun. Yəni onsuz da çoxluq oradadır.